Dostlar, bugün sizinlə birlikdə test söz aracılığı bölməsindəki bəzi sözlərin tərkibinə görə tərkibinə baxacağıq. Deməli, ilk öncə onu deyim ki, şəkilçilər iki yerə bölünür. Leksik və qrammatik şəkilçilər. Qrammatik şəkilçilər sözün formasını dəyişir, amma leksik şəkilçilər sözün mənasını dəyişir. Bunu ilk öncə deyim. İndi keçək bəzi sözlərin təhlilinə, test topusundakı söz aracılığı bölməsindəki bəzi sözlərin tərkibinə görə təhlilinə. Deməli, deyək, bağladı deyək, bağladı, bağladı. İndi bu sözdə deyə bilərsinizmi, neçə leksik, neçə qrammatik şəkilçi var? İndi baxaq, bağladı sözünün kökü bağdır, bağ. Amma bildiyimiz bostan bağı xeyirdə, yəni onlar deyil. Ayaqqabı bağı bu mənada işlənmişdir. Deməli, bağ nə? Ayaqqabı bağı nə? Bağla, nə et? Gördünüz, nə dəyişdi uşaqlar? Nitq hissəsi dəyişdi. İsim idi, nə oldu? Feil oldu, düzdür? İsim idi, feil oldu. Bağla, nə et? Bağladı, nə etdi? Gördünüz, dəyişmədi. Feil idi, feil oldu. Elədir. Dəyişmədi ki, sadəcə forması dəyişdi də. Buna görə də bu qrammatik şəkilçidir. Belə. Ümid edirəm ki, sizə bilmişəmdir. İndi bir dənə də söz deyək, bacarıqlı. Bacarıqlı. Bir saniye. Bacarıqlı. İndi bu sözdə deyə bilərsiniz neçə leksik, neçə qrammatik şəkilçi var? Qrammatik şəkilçi yoxdur dostlar. Deməli, bacarıqlı sözünün kökü bacar, düzdür? Bacar nə et? Feildən nə yarandı? Bacarıq nə? İsim yarandı, düzdür? Nitq hissəmiz dəyişdi. Deməli, bu nədir? Leksik şəkilçidir. Bacarıq nə? İsimdən, bacarıqlı necə? Sifət yarandı. Elədir? Deməli, leksik şəkilçidir. Deməli, bu sözdə iki leksik şəkilçi oldu. İki leksik şəkilçi oldu. Belə. Yəni, nitq hissəsi dəyişdiyinə görə bu leksik şəkilçidir. Amma sözün yalnız forması dəyişsə, onda qrammatik şəkilçi olacaq. Məsələn, deyək, danışasıdır. Dəqiqəm, biraz balaca yazım. Əslində bir saniyə. Belə yazdım ki, biraz daha rahat olsun. Deməli, danışasıdır sözünün kökü nədir? Danış, düzdür? Danış nə et? Danışası, düzdür? Danışasıdır, düzdür? Deməli, asayəsi bilirik ki, onsuz da qrammatik şəkilçidir. Deməli, nə oldu? İki dənə qrammatik şəkilçi oldu. Belə. İndi bir dənə də söz yazdım, ətirli. Ətirli sözünün kökü nədir? Ətir, düzdür? Lilidə ətir, düzdür? Ətir nədir? İsimdir. İsimdən nə yarandı? Ətirli. Necə? Sifət yarandı. Elədir. Ona görə də nədir? Leksik şəkilçidir. Sözün deməli mənasını dəyişdi. İndi dedim biraz uzun söz götürək və bunu təhlil edək. Fərqləndirilmişdir sözünün kökü nədir? Nədir? Deyə bilərsiniz. Fərqli. Fərq. Nə? Düzdür? İsim. İsimdən nə yarandı? Fərqlən nə et? Bir dəqiqə, yaxşı olmadı. Fərqlən nə et? İsimdən nə yarandı? Feil yarandı. Fərqlən nə et? Fərqləndir. Sözün mənasını dəyişir. Bir var fərqlən, bir var fərqləndir. Fərqləndiril. Belə. Fərqləndiril. İl burada. İldir bu arada. Bu ildir. Fərqləndiril. İl də leksik şəkilçidir. Sonra fərqləndirilmiş. Burada qrammatik şəkilçidir və dir də burada qrammatik şəkilçidir. Deməli, bu sözdə 3 leksik, 2 qrammatik şəkilçi var. Belə. İndi başqa bir söz götürək. Çalışmalarım. Bu sözün kökü çalış, nə et, feil. Bu sözün köküdür. Deməli, çalışma feildən isim yarandı. Deməli, bu leksik şəkilçidir. Çalışmalar, bunlar qrammatik şəkilçidir. Da qrammatik şəkilçidir. Çalışmalarım. Deməli, bu sözdə bir leksik, iki qrammatik şəkilçi var.
dirək sözü. Dirək sözünün kökü dildir. Dil, dilə, leksik şəkilçidir. Ki da leksik şəkilçidir. Dilək, dilə, dilək. Belə 2 dənə leksik şəkilçi var. İndi bir dənə söz götürək və onu feil və isim kimi tərkibinə görə təhlil edək. Əkin sözü, sözün kökü əkdir. Əkin burada siz əkin kimi olsa, məsələn, o cümlədə işlətsək, feil kimi olacaq. Yəni, in burada qrammatik şəkilçi olacaq, feil kimi olanda. Amma isim kimi olanda leksik şəkilçi olacaq. Əkdən əkin yaranıb, əkinnə. Feildən isim yaranacaq və burada da leksik şəkilçi olacaq. İndi növbəti sözümüz güləşçilərin sözüdür. Sözün kökü güləş, güləşçi, leksik şəkilçi, lər qrammatik və in qrammatik şəkilçi olacaq. Güləş, nə et feil, güləşçi kim, isim. Burada qrammatik şəkilçilərdə sözün formasını dəyişdiyinə görə, yəni bunlar qrammatik şəkilçi olur. İndi sözümüz dahiyanədir. Dahi sözün kökü, yəni bir cür yazılan leksik şəkilçi və dir qrammatik şəkilçi. Belə. İndi bir dənə sözü, alaq sözünü feilin şəkillərində işlədəcəyik. Feilin əmr və arzu şəklində işlədəcəyik. Feilin əmr şəklində işlətsək, sözün kökü al, alaq da aq birlikdə götürülür və qrammatik şəkilçi olur. Amma feilin arzu şəklində işlətsək, al sözün kökü, bir saniyə, al sözün kökü, ala, yəni kaş ki ala, a-nı qrammatik şəkilçi götürürük və qını da ayrı qrammatik şəkilçi götürürük. Burada olur feilin arzu. Növbəti sözümüz gəmiricilərdir. Gəmir sözün kökü, gəmir nə et, ici, leksik şəkilçi, hansı gəmirici. Lər də qrammatikdir. Deməli, bu sözdə bir leksik, bir dənə də qrammatik şəkilçi var. Belə. Bugünkü video dərsimiz bu qədər. Sağ olun, salamat qalın.